Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Necəsiz qızlar? Ümid edirəm hər biriniz yaxşısınız. Məni soruşsaz, mən də şükür yaxşıyam. Bazarlıq eləmişdik. Əslində bugün o qədər iş gördümüşdüm ki, həmin günü sadəcə olaraq vlog çəkməyə həvəsim yox idi. Amma dedim, yox, elə bir bazarlıq videosu çəkim. Onunla da vlogu başlatmış olaram. Əslində vlog çəkəndə çox necə deyim, həvəssiz oluram. Sadəcə olaraq vlogu başlayana qədərdir bu. Başladınsa artıq davamı gəlir və sən də həvəsləyirsən. Burada qaynanamla məni gözləyir ki, çəkim qutarıb, o başlasın, yeməyi bişirsin. Yemək deyəndə indirələyən dəqiqələrdə görəcəksiniz. Dürüm deyirlər, səhv etmirəmsə, bilmirəm. Məsələn, soyuq qəlyan altı kimi bir şey hazırladıq. Elə yüngül bir şey istədik. Sözün açığı heç bu aralar nəsə yemək falan, yəni o dərəcədə aramız yoxdur. Nə mənim, nə yoldaşım. Ancaq elə yüngül bir şeylər istəyirik ki, olsun. Belə bazarlığımızı elədik. Allah hər kəsin ruzisini bol eləsin. Hər kəsin evini, soyuducusunu, necə deyim, süfrəsini bol eləsin ki, heç zaman körlük çəkməyin qızlar, heç nədən inşallah. Bu bizim uşaqlığımızın şirniyyatında qızlar, bilirsiniz, ballı kükə deyirdilər də, səhv eləmirəmsə. Yəni çox qəşəng bir şey idi də. İndi amma ki onun dadı vermir də. Hələ də mən o dadı ala bilməmişəm ondan. O vaxtdakıyla indikinin dadı heç deyil. Nəysə qızlar, belə. Bu arada da zəhmət olmasa kanalıma yenisinizsə, videomu bəyənib, fikirlərinizi də yazmağı unutmayın və əgər abunə deyilsinizsə də abunə olmağı unutmayın ki, mənə də bir motivasiya olsun və mən də vlog çəkməyə daha da həvəsliyim. Söz vermişdim ki, 2 gündən bir olsa vlog çəkəcəm, amma arada yenə dayandım. Çünki başım qarışdı. Qızlar, həkimə gedib gəlirəm. Başım ona qarışır. Dərmanlarım o qədərdir ki, inanırsınız ki, heç bilmirəm nə edirəm. Yəni başım ancaq o mövzuya qarışıb. Sırf ona görə vloqlarda biraz arada dayanıram. Allah o yolda heç kimi tək qoymasın. İnşallah indirələyən dəqiqələrdə danışacağam sizlərlə. Hay qızlar, gördüyünüz kimi burada qaynanam hazırlayır bizim üçün. Sağ olsun, əlləri var olsun. Həqiqətən çox dadlı idi. Mən məsləhət görərdim ki, yüngülvari nəsə istəyirsinizsə belə hazırlayıb, yəni nuş edə bilərsiniz. Bu arada da göz haqqınızı da halal edin qızlar. Adi bildiyimiz, yəni normal toyuğun filesidir, didilmiş. Qaynadırsanız, sonra didirsiz onu.
Ondan sonra pomidordur, turşu xiyardır, bir də ki mayonez, duz istiyot. Əssalam, başqa heç nə. Adi belə çox asan bir şeydir. Yəni mən çox bəyəndim, yoldaşım da həmçinin. Burada mən qaynanama kömək eləyirəm. Güya ki, çəkiliş edirəm, kömək eləyirəm. Basıb bağlayıram ki, buradakı, bax mən sənə kömək eləyirəm, bax xala mən kömək elədim. Məndən də günah getdi. Mən neyniyim damdan artıq. Orada onun mövzusunu danışırıq. Heç nə. Deyir ki, heç bir şey, sən qıraqda dur, danış, mənim başım qarışsın, sən danışa, mən bir də görəm ki, işimi qurtarmışam. Belə qızlar, Allah hamını mehriban eləsin, bütün gəlinləri, qaynanaları hamısını mehriban eləsin. Şükür Allaha ki, bizdə də hər şey yaxşıdır. Yəni sağ olsun qaynanam həmişə mənə dəstək olur, kömək olur hər bir şeydə. Nə yalan deyim, böyükdür, haqqını itirmərəm heç vaxt. Allah hamını valideynlərinə can sağlığı versin. Bütün valideynləri Allah qorusun. Allah heç bir evi böyüksüz qoymasın. Bizim də ev, hər iki evimiz onun içində inşallah. Ya ondan belə deyim. Bəh. Niyə pisdir ya? Növbəti gündən hər kəsə salam. Qızlar, həkimə getmişdim burada. Allah bu yolda hər kəsin yolunu açıq eləsin. Mənim də yolum onların içində. Bilirsiniz ki, ayda bir dəfə, 2 dəfə elə olur, bəzən 3 dəfə həkimə gedirəm. Yoxlanışlar falan olur, həkimin indi çağırma müddəti olur. Bu arada yol üstü də mağazalara dönmüşdü, oradan da biraz çəkiliş etmişəm sizlər üçün. Hə qızlar, ondan sonra həkimə getdim. Hər şey şükür Allaha yaxşıdır. İnşallah ki, daha da yaxşı olar. Nə qədər bu vəziyyətdə olan xanımlar var. Allah hamıya səbir versin bu yolda. Həqiqətən şahid oluram hər ora getdikcə, o qapının ağzında oturan xanımları gördükcə. Düzdür, bu biraz mənə əslində təskinlik də olur ki, yəni tək mən belə deyiləm. Görürsən ki, yəni sənin kimi, səndən də betər dərd olanlar var. Bu hardasa mənə biraz həm şükür edirəm, həm də ki, səbirliyəm. Daha doğrusu səbir qazanıram ki, yəni mən də onlar kimi bir xanımam, mən də gözləyirəm. İnşallah bütün gözləyənlərin gözü yoldan yığılar. Allah o qapıya ancaq və ancaq bebişqalarımızı görməyə, yəni onları dünyaya gətirmək üçün gedək. Çətindir. Orada da necə deyim, o qədər xanımlar var idi ki, bir dənə xanımı gətirmişdilər. Övladı problemi olduğu üçün hamilə idi. Allah heç kimə göstərməsin. Məcbur abort edirdilər. Yəni problem olduğu üçün də belə deyim. Nəysə qızlar, o qədər ağladı ki, Kalyeskada yanımızda qapının ağzından anası onunla danışdı, təskinlik verdi. İnarsız, o qədər ağlamışam ki orada. Gözüm dolur, ürəyim partlayır, heç nə deyə bilmirəm. Yaxınlaşa da bilmədim, çünki bildim ki, ağlayacam və o da pis olacaq, istəmədim. Allah hamıya kömək olsun, Allah hamını arzusuna çatdırsın, heç kimi bu vəziyyətə salmasın, çətindir. Həm səbir tələb eləyir, həm güc tələb eləyir. Allah hamıya o gücü nəsib etsin inşallah. Nəysə qızlar, mövzunu qapadıram. Çünki daha da kövrəlmək istəmirəm. Biz də gördüyünüz kimi mağazaları gəzdik. Yeni bir mağaza açılmışdı. Qaynanam onu TikTokda görmüşdü. Mənim birisiz TikTokum yoxdur, amma qaynanam işlədir öz üçün videolara falan baxmağa belə. O orada gördükcə mənə də atır, mənə də göstərir. Nəysə getdi, oradan mağazaya döndü. Başqa bir mağazada geyim mağazasına da girdi. Mən özümə bir iki geyim aldım.
İlk öncə təbii ki, abur-cuburlarsız qayıtmamışam. Yol üstü mütləq gəlməliyəm. Qaynanam çatı-çatıydı. Qaynanam deyir ki, abur-cubur almayacaqsan özünə. Deyirəm ki, bəlkə aldım, bəlkə yox, fikirləşirəm. Nəsə çatı-çatdı fikrimi dəyişdim ki, yox, mən evə onsuz gedə bilmərəm. Nəysə qızlar, axır belə özüm üçün belə konfet almışam. Bizim evdə heç kim bundan yemir deyə mən özümü azaldım ki, çünki jelibon kimidir deyə tam xoşlanmırlar. Yoldaşım heç sevmir belə şeyləri. Belə yoğurt almışam. Çalışıram az-az alım. Çünki qızlar çox alanda görürəm, hər dəfə gedirəm, tez-tez yeyirəm. O da ziyanlı olmaz. Gərək ki, az şəkildə alasan ki, yəni gözündə görməsin, az yeyəsən. Belə qızlar, dərmanlarımı da aldım. Bu mövzuya girmək istəmirəm. Sadəcə olaraq, yəni hər şey göstərirəm deyə istəmirəm. Bunu da gizlədim. Niyə gizlədim ki? Allahdan aşkar olan bəndədən niyə gizlin olsun ki? Ona görə nəysə ki, qızlar, Allah hamıya şəfa versin, bütün xəstələrə, bu tək sonsuzluq və yaxud da, nə bilim, uşağı üçün və yaxud da başqa şey üçün yox, elə hamıya, bütün xəstələrə Allah şəfa versin. Burada da alça almışdı qaynanam mənim üçün yoldan. Mən də yolda sağ olsun hamısını yedim. Mən neynim qızlar, deyana bilmirəm. Alça yəni, nə bilim də, yəni alça mənim üçün başqa bir aləmdir. Meyvələrdən ən çox sevdiyim budur da, yəni bunu çox sevirəm. Ona görə əl çəkmirəm də, yəni gördüm yolda elə yeyə, bir də gördüm ki, biraz qalıb. Nəysə, onu da gətirdim, evə çıxartdım. Heç nə. Bunu da qızlar təzə açılan mağazadan almışdım. Belə deyim də sizə. Temuda gördüyünüz bütün məhsullardan qızlar orada var. Temuda ki, mən bu dəstən Temuda görmüşdüm. Yəni Temuda ağlınıza nə gələcək? O Temuda bilmirəm görmüsünüz ya yox, belə 5 dənəli kremlər var. Onlardan belə var idi. Yəni hər bir şey var idi. Daha Temuya aid nə var idi, orada da var idi. Mağaza təzə açılıb. O qədər də adam var idi ki, çəkiş edə bilmədim. Sadəcə maskaları çəkmişəm orada. Maskalar çox yaxşıdır qızlar. 70 qəpiyə də var, 40 qəpiyə də var. Mən açıq deyirəm, mən gizlətmirəm. İndi deyəcəksiniz ki, 70 qəpilik maska nə olacaq? Ay qızlar, inanırsınız, mən də bilirəm nə olacaq. Sadəcə olaraq orada bir qız xanım var idi maskanın yanında. Gördüm alır. Dedi ki, mən keçən dəfə aldım, apardım bundan. İnanırsınız, o bahalılarla yəni qoydum birə-bir. Yəni heç dəyişmir də, eyni bir şeydir demək olar. Sadəcə olaraq deyir o bahalıların adı var. Bir də ki, gətirirlər başqa yerdən. Üstünə də biraz artıq pul qoyurlar, satırlar bahalı. Cəmaət elə bilir ki, deyir bahalıdır deyə keyfiyyətlidir. Nəysə, bilmirəm, mən bu mövzu haqqında danışmaq istəmirəm. Sadəcə xanımın dediyini deyirəm. Ona görə qızlar, mən də aldım, dedim ebi yox. Çünki xanım çox təriflədi. Keçən dəfə almışam, çox yaxşıdır, belədir, elədir. Hələ mən sınamamışam, yalancı olaram. İnşallah ki, yaxşı olar. Bu tujla da karandaşı, tujum yox idi əslində. Varım idi. Sadəcə olaraq mən yenə deyirəm, makyaj çox istifadə etmirəm. Redqa halda olar ki, mən makyaj edib harasa gedərəm. Ona görə makyaj məhsullarına çox pul vermək mənlik deyil. Həm də yoldaşım da çox qoymur da, icazə vermir. Çünki deyir, sənin makyaja ehtiyacın yoxdur da. Neyinirsən makyajı, boş-boşuna edirsən onu. Pul da verirsən, boş-boşuna da eləyirsən. Ona görə də istifadə eləmirəm, nə yalan deyim. Burada da maskalardır qızlar. Burada da gəlmişik qızlar. Gələn kimi çəkiliş eləyirəm. Qaynanam yeməyə qızdırırdı. Gətirir düz qarşıma qoyur ki, yeməyini ye, sonra çəkərsən. Harda var belə qaynana? Sağ olsun. Allah canını sağ eləsin. Görür ki, çəkir. Mən dedim, gəlim tez çəkiliş edim ki, çünki sonra mənim vaxtım olmayacaq. Mən bunu heç cür çəkə bilməyəcəm. Elə isti-isti çəkim, qoy qalsın telefonda, sonra montaj eləyərəm. Ona görə o da sağ olsun gətirmişdi mənə ki, sən də ye, ac qalma. Görürsünüz, nə bilim, Allah bütün anaları qorusun. Belə qızlar, maskalar da ki, mən dediyim kimi 3 ədəd aldım. Biri xiyar idi deyəsən, biri aloy deyirlər də, biz aloy deyirik, bilməm siz nə deyirsiniz. Bir də bilmədim heç nədir, vitamin, minerallı bir şey idi. Belə aldıqlarım bunlardır. İndi nə qədər doğru çəkdim, düzgün çəkdim bilmirəm. İnşallah ki, ətraflı göstərmişəm hamısını. Bu da qızlar geyimdir. Köynək idi, bir də şalvar idi. İkisini birlikdə almışam. İnşaatçılardan Buse Butik idi, Buse Butikdən almışam. İstəsəz siz də yaxınlaşıb, yəni baxa bilərsiniz. Çox gözəl keyfiyyətli məhsulları var. Həm də ki, yəni geyimləri çox yaxşıdır. Bəyəndim şəxsən. Mən bunu qaynanam TikTokda görmüşdü.
yadında saxlamışdı. Yəni ad saxlamışdı özündəki. Sənin üçün alarıq. Qəşəngdir. Gedərsən, baxarsan, bəyənərsənsə alarıq. O da getdik. Geyindim əynimə falan. Çox qəşəng yaraşdı da. Yəni çox xoşum gəldi. Bəyəndim. İndi inşallah Temudan sifariş vermək istəyirəm, zakaz. Çünki qarşıdan bilirsiniz yay gəlir, büşteriya falan taxılmalı olacaq. Həm də ki bunun altına ağappaq bir sport ayaqqabı, krasovka istəyirəm. İndi inşallah ki Temudan görüm zakaz vermək fikrim var. Hə, çox yəni bəyəndim də hədsiz dərəcədə. Əynimdə biraz da olsa görüntüsünü çəkmişəm. Onu sizlərə də indi burada paylaşacağam. Yəni mən bəyəndim. Sizlər necədir? Bəyəndiniz? Fikirlərinizi yorumlarda yazarsınız. Mənə də çox maraqlıdır həqiqətən ki, görüm kimlər bəyəndi, kimlər yox. Mən yenə deyirəm, sadə şeyləri çox sevirəm. Şit, yəni falan şeylərdən xoşum gəlmir. Amma bunun köynəyin sırf boğaz hissəsi mənə çox xoşuma gəldi də. Baxın, burada da əynimdədir. Mağazada çəkmişdim. Yəni bir dənə sırf boğaz hissəsindən ürəyim getdi də, geniş falan. Mən əslində arıq olduğum üçün çox necə deyim, geyim paltarlar istəyirəm geyinim hər zaman. Dar paltar mənlik deyil. Çünki mən arığam deyə ona görə məndə daha boş paltarlar daha yaxşı qalır. Nəysə qızlar, gəldi. Sonra axşam çəkiliş edəndən sonra dedim bir çay süfrəsi hazırlayım. Bir qaynana gəlin oturaq. Çay süfrəsi dedim ki, qoy bir dənə düzəldim. Xala çayımızı içək, ondan sonra hara istəsən gedə bilərsən. Nəysə ki qızlar, süfrəmizdə çayımızı dəmlədim. Bu çayı keçən dəfə bilməm lap çoxdan 20 ildən qabaqda sizlərlə paylaşmışdım. Bizə hədiyyə vermişdilər. İkisini içmişdik, biri qalmışdı içində. O qədər gözəl qoxusu var ki, mən xoşduram ki, çaydan qoxu gələndə. Bu istəyir kəkilyotu olsun, istəyir nə bilim, başqa bir şeylər olsun. Yəni sevirəm qoxulu çayları. Ona görə bu çay mənim demək olar ki, ən sevdiyim oldu. Nəysə qızlar, belə. Burada sizlərlə sağollaşıram. İndi inşallah ki, bəyəndiniz. Fikirlərinizi və yorumlarınızı da gözləyəcəm. Burada sizi çay süfrəsindən baş-başa buraxıram. Mən isə aradan çıxıram. Özünüzə yaxşı baxın. İnşallah ki, bəyənərsiniz. Bura qədər izlədiyiniz üçün hər birinizə ayrı-ayrı təşəkkür edirəm. Növbəti vloqlarda, növbəti videolarda görüşmək üzrə. Hələlik.